İşdə işçinin hansısa bir formada görürsünüz, işdən narazı qaldığı bir halda qəfil işin yerindən və yaxud da ki, gördüyü işdən asılı olmayaraq işdən çıxıb gedir. Və yaxud da ki, daha çox ikinci məqam daha çox rast gəlinir və yaxud da ki, işçinin xəbəri olmadan və daha əvvəl məlumat verilmədən qəfil işçiyə deyirlər ki, əlvida. Yaz ərzəni çıx və yaxud da ki, sadəcə olaraq səninlə işləmək istəmirik, ya ərzəni yaz, ya da müqavilən bitdi filan filan filan. Bu kimi məsələlər. Ümumiyyətlə, bu cür yanaşma qanunvericiliklə necə tənzimlənir? İşçi və yaxud da ki, işə götürən tərəfin nə kimi məsuliyyəti var? Çox sağ olun suala görə. Demək, bu geniş bir mövzudur. Bəli. Həm də aktualdır hal-hazırda. Təbii ki, bu qanunvericilikdə konkret olaraq tənzimlənir bu məsələlər. Əmək məsələsi belə deyək, konkret müəyyən edibdir. İşçi, işə götürən hansı hallarda əmək münasibətlərini dayandıra bilər, əmək müqaviləsinə xitam verə bilər. Bəli. Yəni, demək ki, hər əv istədiyi kimi əmək müqaviləsinə xitam versin, işçiyə məlumat verməsin və yaxud da işçi işə götürənə məlumat verməsin, bu qəbul edilməzdir. Bəli. Əmək məcəlləsinin konkret maddələri var ki, harada işçi əmək münasibətlərinə xitam vermək istəyirsə, işə götürəni necə xəbərdar etməlidir, Bəli. bununla bağlı necə məlumat verməlidir. Həmçinin də işə götürən əgər işçi ilə əmək müqavilələrini münasibətini dayandırmaq istəyirsə, müqaviləyə xitam vermək istəyirsə, o da eyni cür prosedura riayət etməklə işçiyi bu barədə xəbərdar etməlidir. Bəli. Bu prosedur dediyimiz məsələ neçə gün nəzərdə tutulub? Deyək ki, işçi öz işə götürənini, yəni işlədiyi müəssisəni nə qədər əvvəldən məlumatlandırmalıdır ki, hörmətli müəssisə, mən filan vaxtdan və yaxud da ki, filan gündən artıq sizinlə əməkdaşlığı dayandırmaq istəyirəm, başqa bir yerdən təklif gəlib və ya ümumiyyətlə sizlə əməkdaşlıq etmək istəmirəm. Yəni, nə qədər müddətdir bu əmək məcəlləsində? Belə deyək, ümumiyyətlə, işçi əgər işdən çıxmaq istəyirsə, bir ay müddət müəyyən edir əmək məcəlləsi. Bəli. Yəni, bir ay qabaqcadan o işə götürəni bununla bağlı xəbərdar etməlidir. Yəni, ərizə şəklində müraciət edir, buna xəbərdarlıq müddəti deyilir, o orada müəyyən edir, işdən çıxmağını bildirir. Bəli. Və bu bir ay ərzində artıq işə götürən onunla bağlı tədbirlər görür və bir ayın sonunda, xəbərdarlıq müddətinin sonunda işçi artıq işdən ayrılmış sayılır. Yəni, işə götürən onunla bağlanmış əmək müqaviləsinə xitam verməlidir. Xitam verir. Və yaxşı, belə olan halda, deyək ki, tərəf artıq məlumat verdi və yaxud da ki, məlumat vermədən bunu edibsə, bu işçiyə qarşı və yaxud da ki, əksinə, deyək ki, eyni məsələ, deyəsən, səhv etməyəmsə, işə götürənin də məsuliyyəti var, düzdürmü? Eyni müddət işə götürən üçün də nəzərdə tutulub ki, ən azından bir ay müddətində daha əvvəlcədən xəbərdarlıq etməlidir ki, bir aydan sonra sizinlə əməkdaşlığı yekunlaşdıracağıq və sizinlə sağollaşacağıq. Yəni, adam heç olmasa gedib özünə başqa bir yerdən iş tapa bilsin, düzdürmü? Bəli, həmçində işə götürən üçün bu qaydalar nəzərdə tutulur.